Türkiyədən gələn hərbi təhsil nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində mühüm görüş və ziyarətlər baş tutub. Yarımada.info xəbər verir ki, Talat Canpoladın rəhbərlik etdiyi Milli Müdafiə Universiteti nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə səfər edib. Qonaqlara Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş dağıntılar, vandalizm izləri, həmçinin İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa quruculuq və yenidən qurma işləri barədə ətraflı məlumat verilib. Səfər zamanı hərbi qulluqçular 44 günlük Vətən müharibəsi və digər uğurlu əməliyyatlarla bağlı xatirələrini bölüşüblər. Nümayəndə heyəti eyni zamanda hərbi hissələrdən birini ziyarət edərək yaradılan şəraitlə tanış olub, bölmələrin döyüş yolu barədə məlumat alıb. Sonda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib. Qeyd edilib ki, səfər proqramı çərçivəsində nümayəndə heyətinin əlahiddə ümumqoşun ordusunu da ziyarət etməsi nəzərdə tutulur.